Uzunluq vahidləri hansı oldu? Bir dənə tez deyək. Milimetr, santimetr, desimetr, kilometr. Kilometr. Yəni 1 santimetr 10 millimetr oldu, 1 desimetr 10 santimetr oldu, 1 metr 100 santimetr oldu, 1 kilometr isə 1000 metr oldu. Bunlar uzunluq vahididir. Sahə vahidlərini necə hesablayırıq? Necə başa düşməliyik? 1 santimetrimiz 10 millimetr isə 1 kvadrat santimetr deyirsə, onu vuracağıq ona. 100 milimetr. O da bərabərdir 100 kvadrat millimetr. 1 desimetr 10 santimetr isə 1 kvadrat desimetr isə onu vuracağıq ona. Yenə onu vurduq ona. O da bərabərdir 100 kvadrat desimetr. 1 metrimiz 100 santimetrdir. 1 kvadrat metrimiz neçə olacaq? 100'ü vuracağıq 100'ə, özünə vuracağıq. 100'ü vuracağıq 100'ə və olacaq 10.000. 10.000 kvadrat santimetr. 1 kilometrimiz 1000 metr ise 1 kvadrat kilometre 1000'i vuracağıq 1000'ə. 100 min. O da bərabərdir. Neçə olacaq? 100 min metr. Kvadrat metr olacaq. Sahə vahidləri bir deməli tərəfi bir deməli indi həcm vahidlərini necə alırıq? Uzunluq vahidlərini bildik. Sahə vahidlərini hesablamağı başa saldım. Həcm vahidlərini necə hesablayırıq? 1 santimetrimiz 10 milimetrdir. 1 kub santimetr 10 vurulsun 10 vurulsun 10. Nə qədər elədir? 1000 kub metr. Çünki kub metr həcm vahidləri kub metrlə ifadə olunur. 1 desimetr 10 santimetrdirsə 10 vurulsun 10 vurulsun 10. O da bərabərdir 1000 santimetr kub santimetr. 1 metrimiz 100 santimetrdir. 100'ü vuracağıq özünə 3 dəfə. 100 vurulsun 100 vurulsun 100. O da bərabərdir 100. O da bərabərdir 100 1 yanında 6 dənə 0. 1 2 3 4 5 6. 1 milyon kub santimetr. Aşağıdan yazıram. 1 kilometrimiz 1000 metrdir. 1000'i 3 dəfə özünə vuracağıq. 1000 vurulsun 1000 vurulsun 1000. 1 yanında neçə dənə 0 olacaq? 100 milyon. 1 yanında 9 dənə 0 atacağıq. 1 yanında 9 dənə 0. 100 milyon. 9 kub metr. Başa düşüldü uşaqlar. Deməli, çəkdim bura bir düzbucaqlı paralelipiped, bir də kub çəkdim. Düzbucaqlı paralelipiped və kub fəza fiqurlardır. Nə qədər üzü? Neçə tiri? Neçə təpəsi var? 12 tiri, 6 üzü, 8 təpəsi var. Deməli bilirik ki, kubun bütün tərəfləri kvadrat olduğu üçün tərəfləri bərabərdir. Bunun həcmini necə hesablayırıq? V bərabərdir. Həcm V ilə işarə olunur da. A vurulsun A. Və yaxud da V bərabərdir A-nın kubu. Düzbucaqlı paralelipipedin həcmini necə hesablayırıq? A uzunluq, B en, C də hündürlüyü hesablayırıq. V bərabərdir. A vurulsun B vurulsun C. Düzbucaqlı paralelipipedin həcmini bu düsturla hesablayırıq. Kubun həcmi isə bu düsturla tapmalıyıq. Başa düşdük uşaqlar? Düzbucaqlı paralelipiped verilir. Düzbucaqlı paralelipiped. Deməli, həcmi verilir 540 kvadrat metr. Oturacağının sahəsi verilib 270 kvadrat metr. Və deyir ki, hündürlüyünü tap. Hündürlüyü necə tapırıq? Ümiddə görək. Hansı düsturla tapacağıq? Yəni hündürlüyü burada C yazmışam. Hündürlük bu hərflə işarə edə bilərsiniz, haşda işarə edə bilərsiniz, C ilə ifadə edə bilərsiniz. Deməli, yazırıq. Hündürlük bərabərdir və yaxud burada C yazmışamsa C yazar. C bərabərdir. Deməli, həcm bölünsün sahəyə. Həcm bölünsün. V bölünsün S, o da bərabərdir. 540 bölünsün 270. O da bərabər neçə edir? 2. Deməli, düzbucaqlı paralelipipedin hündürlüyü olduğu 2 kvadrat metr. Əgər biz deməli hündürlük verilsəydi burada 2 və bizə deməli sahəsi verilməsəydi o zaman necə eləyəcəkdik? 540 böləcəkdik 2. Aha, deməli həcmi böləcəkdik hündürlüyə. O zaman deməli əgər biz sahəni tapacaqdıqsa bərabərdir 540 böləcəkdik 2-yə, o da bərabər olacaqdı 270-ə. Deməli olacaqdı düzbucaqlı paralelipipedin sahəsi 270 kvadrat metr. Deməli hündürlüyü tapırıq bu düsturla. Hündürlük bərabərdir həcm bölünsün sahə. Deməli əgər sahəni tapırıqsa bu düsturla tapacağıq. Burada düsturu yazmadım. S bərabərdir V bölünsün hündürlük və alacaqdı 270 kvadrat metr. Əgər bizə hündürlük verilsəydi, sahə verilsəydi və bizə həcm verilməsəydi o zaman necə tapacaqdıq? Hansı düsturla tapacaqdıq? 270 vuracaqdıq 2. Aha, o zaman olacaqdı V bərabərdir. Burada yazıram. V bərabərdir. 200 deməli sahə vurulsun hündürlük. O da bərabərdir. 270'i vuracaqdıq 2-yə, eləyəcəkdi 540 kvadrat santimetr. Kvadrat metr. Başa düşdük uşaqlar? Müəllimə bir şey də görülməzdi.